Bunların fərqi bu keçənki bu şeydir, pöhrədir. Amma bu isə bu çoxdankı pöhrədir. Bunların fərqi bundadır ki, bax bunları calaq eləsə, calaqda bunlar tez inkişaf edir. Calaq tez inkişaf edir. Amma bunda gec inkişaf gedir. Bunun ağacı quru olduğuna görə belədir, hə? Yoxsa Yox, bu elə bir şey çoxalır burada. Bir burada çox 3-4 dənə olan, 3-4 dənə var burada ona görə. Bilsən necə? 1-2-3-4 dənədir belə. Çox elə bu gec inkişaf edir. Tutursan calağı tutur amma ki gec inkişaf. Bu da bir-bir olanda təzə pöhrələrdir. Bəli, bu çox yəni sürətli inkişaf edir calaq. Fərqi olardı. Başla. Kəsirik bu budağı belə, yaxşı yerdən. Yaxşı yerdən kəsirik. İndi biz hardan bilək ora yaxşı yerdir? Gərək saf olsun, qələm deməli onu çarpmaq üçün İstənilən bir yerindən, bu istənilən bir yerdən kəsib calaq eləmək olur. Yəni məqsədə uyğun yer burada, həm boy çatan yer, rahat həm də olsun. mualicə çıxmasın burayı deyə. Ağac aşağıda istiyor, aşağı mənim. Tökünə. Həmin fərq görə çat verməsin. O elə kəsilməli ki, qırılmasın. Soyulmasın. Qabığı soyulmasın. Qabığı soyulanda Moyza dayarsan. Şaməmdən Şaməm etətdə o. qabıq belənsin. Hə, qabığı tam formada. Benim quruyacaq bu. Calaq inkişaf eləməli. Çünki yazda günəş olur falan, bu quruyacaq. Qabıq gərək Tamam. soyulmasın. Sonra isə bunu belə yarırıq belə. Yarma calaq niyə deyilir? Çünki yarırıq ortasından. Ortasından yarırıq belə bıçaqla. Deməli də alatlar pisdir də, yaxşı instrumentlər yoxdur. Bunu biraz da şey elə, dar elə İmam Əli. Hətta gərək biraz dar olsun. Hə, dar olsun o pazı. Paz ortasına vurarıq, bu aralanacaq. Sonra həmin bu calaq olan pöhrələri bura batırarıq. Hə, inşallah. Aynen, sən də böyük aterka olmaz maşında. Aterka Böyük aterkada aldı aterka. var, aterka var. İşte gedim gəl. İmam müəllim, bu kloku nəyə görə bağlayırsınız? Bu sarğı materialıdır. Əvvəl ibtidai üsuldan istifadə edirik. Yəni gildən, nə bilim, mamırdan. İndi isə bu sadədir. Həm günəşin şüaları altında şeh düzəldir, yaxşı keçir də, o yaxşı tutur. Həm də ki, etibarlıdır da, hər cəhətcə. Bunu kəsin, bıçaqla. Ha onu da iki yere Məndə yaxşı alatlar yoxdur. Ay müəllim, əkmək oldu, bunu da şey oldu, bunu da git. Bak şu an bilirsin ha burada. Bunu buradan da kessin, oradan da keselim. Ve böyle şey. Hə, onu siz neyinirsiniz bu? Nəyə görə belə? 1, 2, 3, 4, təxminən belə. Çox da uzun lazım deyil, çünki onun şirə ilə təmin edilməsi məsələsi var. Elə paz şəklində kəsirik. Alça calağı bizdə problemli tutur. Deməli 100 dənə qalamdan ikisi ya üçü güclə təsadüfi tutardı. Mən illər boyu hərəkət elədim, bunun üsulunu tapdım. Bu üsul, məsələ bu qalam eləməyin çəmində deyil. Qalam eləyəndən sonra mən klunka turbalarını üstünə bağlayaram, əsas rolu o oynayar. Əsas rol, həmin üsulu mən tapmışam, həmin üsul yayılmaqdadır. Deməli bunu elə qoyursan ki, bu kombi qatı ki var, kombi qatı. Deməli qabıqla uduncaq arasında bir qat var, sürüşkən su hərəkət edən qat. Həmin kombi qatı bunun kombi qatı ilə bərabər olmalıdır.